Bardo tuşları çox sevirəm, amma məndə olan tuş gözdə qaradan o qədər də fərqlənmir. Blogerlərin dediyinə görə bu tuş sırf bardo rəngini verir, gözdə qara tuşa oxşamır. Sizlə bir yerdə bunu test etmək istəyirəm. Həqiqətənmi bardo tuşudur, yoxsa yalan deyirlər, sadəcə reklamdır bu. Bunu ilk dəfə yoxlayacağam, təzə açmışam. Fırçada elə bil qırmızıdır. Sağ gözümdə adi qaydada tətbiq eləyəcəm, sol gözümdə isə ağ praymerlə çəkib yoxlamaq istəyirəm. Bu tuş daha çox qırmızıya çalır. Bir də tətbiq eləyəndə gözümü biraz incitdi. Fırçası sərtdir, ehtiyatlı olmaq lazımdır. İndi sol gözümə də çəkəcəm. Elə bir qırmızı ağac rəngindədir. Mən daha çox bordo rəngini istirdim əslində. Təzə olduğu üçün o qədər də uzatmadı kiprikləri. Belə tuşları 3-4 dəfə istifadə edəndən sonra daha yaxşı nəticə almaq olur. Yəqin ki, bilirsiniz. Sol gözümə ağ praymer çəkdim. Gəlin görək ağ praymerin üstündə necə bir rəng alınacaq. Məncə belə lap qırmızı olacaq. Praymerlə rəng daha çox bilindi. Sağ gözümdə elə bir qırmızı ağac rəngindədir, qəhvəyə çalır, amma bu gözümdə daha qırmızıdır və praymerlə daha qəşəng uzadır kiprikləri. Yenə də təzə olduğu üçün ümid edirəm ki, gələcəkdə daha yaxşı. Belə rəngə öyrəşməmişəm, əslində mən bordo istəyirdim. Bu daha çox qırmızıdır. Bilmirəm, bəlkə də başqa makiyajla test eləmək olar. Əgər sizə maraqlıdırsa, növbəti videolarda yenə göstərəcəm bu tuşu. Bicolor markasındandır, kapsul. Abunə olmağı unutmayın. Tez-tez bu tipli videolar çəkirəm. Öpürəm sizi.